Qış vaxtı çox zülüm çəkirdik. Yağış yağanda palçıq olurdu. Abşeron rayon İcra Hakimiyyəti rəhbərliyinin tapşırıq və tövsiyələrinə uyğun olaraq rayonun kənd və qəsəbələrində yolların, küçələrin abadlaşdırılması prosesi həyata keçirilir. Hazırda Masazır qəsəbəsində bir sıra küçələr asfaltlanır. Asfaltlanma prosesi hazırda Masazır qəsəbəsinin Nazım Əsədov küçəsində həyata keçirilir. Küçənin uzunluğu 210 metr, eni isə 5 metrdir. Abşeron rayon İcra Hakimiyyətindən verilən məlumata görə son 6 ay ərzində Masazır qəsəbəsində 13-cü küçədir ki, məhz bu cür təmir olunur. Mən bildiyim qədərilə bu küçədə gediş-gəliş problem. Çətin idi, yağış yağanda palçıq olurdu. Çətin idi. Rayon rəhbərinə təşəkkürümüzü bildiririk. Yaxşılaşır, get-gedə hər şey olur. İndi asfalt çəkilib, daha da gözəlləşib. Hər şey gözəldir. Pisidir, Şəhid küçəsidir. Allah canı sağ eləsin. Müraciət elədik. Müraciətimizi nəzərə alıb, köməkli eləyib asfalt eləyirlər. Yəni ürəyizcədir. Əlbəttə. Bütün küçələrə belə olmağını arzulayardım. Hazırda Nazım Əsədov küçəsində asfaltlanma işləri gedir. Bir neçə küçədə də yenə bu il, yəni 2025-ci ildə həmin küçələrin asfaltlanması nəzərdə tutulmuşdur. Təbii ki, küçələrimizin asfaltlanması sakinlərimizin rifahı üçündür.